Salam aleyküm. Salam əziz və hörmətli dostlar. Umarım ki, yaxşısınız. Mən də yaxşılaşıram yavaş-yavaş. İnşallah ki, gələn günlərdə daha rahatlaşacağam. Biraz oturmağım zor olur, amma hər halda keçinməliyik. Bu neçə gündə ki, qol vermişdim, gələ bilmədim. Özüm kitab oxumağa məşğul idim. Biraz türkümü gücləndirəm, Latin əlifbasında oxumağı ona görə şeydir. Amma dediyim kimi bu kitab, yəni bu savaş sənəti dediyimiz ki, dostu, düşməni tanımağa çox önəmlidir və belə stratejilərə önəmlidir. Bunun müqəddəməsini oxurdum mən keçən dəfə. Müqəddəməsində kitabı çox tərif edir və elə nə deyirlər, bu kitabın oxumağın tövsiyə edir, tapışır. Mən keçən cələsə onun bir səfəsini oxudum. Qalanı da elə həmin sözün davamıdır. Fəqət budur ki, hətta ordu üzvlərindən çox bunu şirkət sahibləri və iş sahibləri, sərmayə sahibləri oxusalar daha çox qazanc alarlar. Çünki bu strateji ilə, taktiklərlə, strateji ilə əlaqədə yazılan bir kitabdır. Amma o kitab ki, geçən dəfə çalışırdım dostlara deyəm, yadıma düşmürdü adı. Dedim ki, o kitabı mən çox maraqlı tapdım və ömür olsa bəlkə bu kitabdan sonra onu oxuyarıq. Onu indi ayrı kameradan istifadə edədiyim üçün daha rahat sizə adını deyə bilirəm. O kitabın adı Açım Əslan faylı və faylın üzündən o kitabı oxuyayım. Mən onun birazını şey elədim. Oxudum. 20 səhifəsinin zadını Latin əlifbayla oxudum. Çox rahatdır oxuması. Yəni bu San Tzu'nun kitabı çox çətin yazılıbdır və çox uzun cümlələrlə tərcümə olubdur türkçəyə. Onun üçün də mənim özümə ki, Latin əlifbasında türkçəm iftizahdır oxumam. Uzun cümlələrdə oxuyub qutarıncan yadımdan çıxır ki, cümlənin əvvəli nə oldu. Bəlkə də ona görə, əhəmiyyətinə görə bəlkə də mən farsçasını oxuyam bunun. Amma türkçəsini oxumaq daha faydalıdır məncə. Çünki biz türk düşünürlərinin nəzərlərini bilməliyik. Bu kitabçı görsətdim. Bunu yazan Onur Öyməndir. Öymən. Onur Öymən bu kitabı yazıbdır. Adı Silahsız Savaş, bir mücadilə sənatı olaraq diplomasi. Bu əslində bizim üçün bu kitab diplomasını örgədir və deyir ki, bu özü bir savaş sənətidir, amma diplomasi, yəni miz arxasında. Yəni biz, bəzilərimiz bilirsin, bizim insanlarımız mütəəssifanə düşmənlərimizi təhqir eləməklə, tohin eləməklə özlərini güclü göstərməyə çalışırlar. O halda ki, bu əslən nə bizi Türkiyə yaraşar, nə bizə Güney Azərbaycanlılara yaraşar, sadəcə bizi kiçik görsələr, dünyada kiçik salar. Biz məntiqlə, elmlə, hüquqla düşmənin qarşısına çıxmalıyıq. Savaş meydanına da çıxanda öldürəcəyik. Yəni, iki yol var. Bir məntiq hüquq yolu var, siyasət yolu var, bir də savaş yolu var. Vəsətdə onlar ki, tohin elirlər, əslində bizim o çalışan fəallarımızın, zəhmət çəkən insanlarımızın zəhmətlərin hədərə verirlər. Onun üçün mən dostlardan xahiş eləyəcəm ki, bu kitabları oxumağa mənlə bərabər gəlsinlər və oxusunlar. Xüsusən bu kitab dedim, bu kitab bizə müzakirədə, düşmənlərlə danışmaqda bizə çox köməklik eləyəcəkdir. Silahsız savaş da adı. Və bu kitabın dedim, çox sadədir oxuması. Yəni mən onu
tercih verirəm ki, onu oxuyam. Çünki onun məsələn bir saatda 20 səhifə oxusam, bu Santucci'dan 3 səhifə oxuram bir saatda, ya 4 səhifə oxuram. Yəni bu qədər çətin yazılıb və çətin bu türkcəyə çevrilib uzun cümlələrlə. İndi bunun farscası da əlimdədir dostlar. Bu da farscasıdır. Həsən-i Həbibi, Döştür Həsən-i Həbibi ölüb gedibdir. O tərcümə eləyibdir. Haşimi Rəfsəncəlinin müavini əvvəli idi. Xatəminin də bir zaman müavini əvvəli idi. Fikirəm birinci dövrədə. O tərcümə eləyibdir. Bu da 203 səhifədir. 203 səhifədə bunu mən print eləmişəm və şeydir. Oxumalı kitabdır. Farscasını əlbəttə düzün desəm oxumadım. Görəm ki, bunun şeyi nə cürdür? Yəni tərcüməsi nə cürdür, nə cür yazılıbdır. Amma bəlkə əgər görsəm ki, türkcəsinin bunun latin əlifba ilə oxuması mənə çox çətindir. Bəlkə qeydən bu farscanı oxuyam. Bundan belə ki, bilirəm, farslar bunun içində öz mənafi üçün tərcümə eləyiblər. Amma indi yenə də bir ayrı məsələ ilə üzbəüz oldum. O da bu kitabın çox narin çap olmasıdır və oxuması bu narinlikdə mənə heç olmasa mənim gözlərimə çox zor gətirir və oxuya bilmirəm. Amma bunu online olan sayzın biraz yekəldəndə rahat oxuram. Bu da bir şeydir ki, mütəvəccüh oldum və o mənə yaxşı gəldi. Amma hər halda dediyim kimi çox təəssüflər ki, bunun latincəsi çox uzun cümlələrlə tərcümə olubdur və oxuması çətindir mənim üçün. Amma başlayaq görək nə olur. Keçənki cəlləsədə mən yəni bu kitabın üzü ilə, çapın üzü ilə oxumayacağam. Çünki əlbəttə istəyirdim oradan oxuyam, not götürəm, yazı yazam, üstündə əlamət qoyam ki, eləyə biləm. Onları sizdən ayrılandan sonra da halım müsait olsa analiz eləyəm, üstündə işləyəm. Amma hələlik ki, gözümə o imkan vermədiyi üçün bu online versiyonu mənə daha rahatdır. Dostlar, bu səhifə ki başlayır, fikirlərəm, baxın görün, 7-ci səhifə, 8-ci səhifəni başlayırıq. 8-ci səhifədə savaş sənəti və taoizm. Taoizm bir dona indi fəlsəfi, dini bir məktəb olmalıdır, nəzərə gələn. Bunu ondan bağlamağa çalışır ki, o məqtədə ki, bu düşüncə ya bu yaşam tərzi Çin millətinin içində raic imiş, o zaman bu savaş kitabı yazılıb. İndi görək ki, sonra özü hətmən deyəcək taoizm nə mənədir və işi nədir və savaşla nə ilgisi var, ya bu kitabla nə ilgisi var, bunları oxuyaq, görək. Əski bir Çin öyküsünə görə bir zamanlar bir Çin soylusu zamanının ən iləri bilim adamlarından olaraq qəbul edilən 3 qardaş ötəcidən ən gəncinə onlarından ən üstün olanını kim olduğunu soruşur. Dedim, cümlə çox uzundur, çox şeydir, adam yorulur və bəzən də mənanı itirir. Amma burada deyir ki, əski Çin zamanlarında bir öyküsünə görə Çin hikayələrinə, öykü hikayə olmalıdır. Onlara görə bir zamanlar, yəni bu cümləni çox kiçik deyə bilərdi ki, amma demir. Bir zamanlar bir Çin soylusuna, soylu yəni əsil ailədən olan bir Çinliyə, soylusu zamanının ən iləri o öz zamanında, yəni o Çinli yaşayan zamanda ən iləri gedən adamlardan 3 qardaş varmış. Onların ən kiçiyindən soruşurlar ki, bir şeylər soruşmuşdular. Ki, onlar kimdilər, kim olduğunu soruşmuş. Bir nəfər gedib buradan soruşub ki, siz 3 qardaşsınız, sən də ən kiçiysən, siz kimsiniz? O
ötəci cavab vermiş. O ötəci, işinin adı ehtimalən bu ötəci, mən bilmirəm nədir, doğrusunu desək. Ötəci, o üç qardaş üstə ötəci imiş. İndi əlbəttə deyəcəkdir, biləcək yox ki, nədir mənası bu ötəcinin. Amma ötəci sözü özü nədir, mən onu bilmirəm türkçədə. Amma mənasını indi biləcək ki, nə anlamda bunu burada işlədibdir. Ötəci cavab vermiş, o mütəxəssis adam cavab vermiş ki, ən böyük ağabəyim, ağabəyim indi biz Türkiyədə də bilirsiniz, məşhurdur, biz də işlədirik ağa sözün. Bəzilər deyirlər, ağa sözü dişiyə ya erkək olmayan insana işlənir. Amma burada görürük ki, o məfhumda işləməyibdir. Bəlkə burada elə qardaş, erkək anlamında işlənibdir. Bunlardan istifadə edir, bəziləri də Ağa Məhəmməd Xani Qacar qeyn ilə yazmaq onun xacəlığına işarət eləmək üçün, təhqir üçün yazılır. Gərək Ağa Məhəmməd yazılır. Amma bizim dilimizdə ağa deyil, elə ağa deyil, ağadır. Elə biz, məsələn, mən öz dedəmə, məsələn, qağa deyərəm. Mən heç vaxt dedəmə dədə ya ata deməmişəm, baba da deməmişəm. Elə qağa demişik biz uşaqlıqdan. Bizim kəndimizdə təqribən hamı qağa deyər. Bir-iki nəfər Təbrizə köçəndən sonra bir-iki ailə baba ya ağa deməyə başladılar. Ən böyük ağabəyim, bəy bilirsiniz, yəni böyüyüm, böyük, ehtiramlı bir addır və bir mövqeyiyyət ictimaidir. Qardaşına deyir ki, ağabəyim, böyük qardaşım, hastalıkların ruhunu görüb daha ortaya çıxmadan yox etdiyi için şöhrəti evinin duvarlarından dışarı çıxmaz. Kiçik qardaş deyir ki, mənim böyük qardaşım belə bir təxəssüsü var. Nədir? Hastalıkların, xəstəlik, mərizçilik gəlir, indi deyək ki, Covid gəlir ya Omikron gəlir. Deyir, bunlar gələndə onu ön görər. Yəni, qabaqcadan onu görər, o mərizçiliği gəlir. Daha ortaya çıxmadan, yəni onu mərizçilik hələ ortaya çıxmamışdan, onu ön görər, yox etdiyi için, o mərizçiliği aradan aparar. Yox etdiyi için, o xəstəliyi aradan apardığı için, şöhrəti, böyük qardaşımın şöhrəti, adı, sanı, evinin dört divarının arasından dışarı çıxmaz. Dışarı eşik. Eşiyə çıxmaz. Deyir, yəni bu adam çox bir mütəxəssis bir adamdır. Mərizçiliklər qabaqdan gələcək, onu görər. Diqqət buyurun, bunlar siyasi söz deyirlər, ya pezeşki söz deyil. Bu əslində bir stratejiləri danışacaqdır və bu 3 dənə misalın üstündə kollən bu kitabı quracaqdır. 3 qardaşa görə misal verir, 3 dənə strateji deyir. Bu 3 dənə stratejini kollən bu 200 neçə səfədə tozih verəcəkdir. Birincisi budur ki, bir xətər gəlir. Bir qardaş evdə oturur, o xətəri görür, o xətərin qabağını alır, o xətərə dönmədən aradan aparır. Bunun üçün bu qardaş deyir, məşhur olmaz. Bu qardaş elə öz evinin işlədiyi yerdə, orada tanınsa tanınar, tanınmasa da heç ailəsi də mümkündür, tanınmıyor. Tamam, bu olsun. İkinci, ortanca qardaşım, biz də olsa ortancı yazarıq. Burada ortanca yazıbdır. Deyirəm, mən bunlarla tanış olub, bu ədəbiyyatla gərək tanış olaq da, o qədər oxuyaq ki, biz bunları adət eləyək. Məsələn, mən indi bəzi cümlələrə, Türkiyənin danışıq cümlələrinə qulaq asında görürəm ki, bizdə bu cür cümlə qurulmur. Niyə? Çünki biz dərs oxumuruq. Bizim ədəbiyyatımız inkişaf eləmir. Günü-gündən dalıya gedir. Dildə də. Yazıda da ki, təbii ki, aradan gedir da. Amma burada görürsünüz ki, indi cümlələr o cür deyir ki, mənim ona adətim yoxdur. Onun üçün də yavaş oxuram. Ortanca qardaşım, biz qardaş deyirik, Türkiyədə q hərfi işlənmədiyi üçün k işlənir. Q'ın yerinə olur qardaş. Hastalıkları ortaya çıxadığı anda yox edər. Orta qardaşım, xəstəlikləri, mərizçilikləri ortaya çıxan ləhzə aradan aparar. Yəni o
onlara vaksin vurar ya bir şey vurar ki o aradan geçsin. Genelde burada bir təhlükə gəlir qabağa. Bu təhlükəni qardaş beyvax görür. Birinci qardaş tez görür, ikinci qardaş beyvax görür. O zaman ki düşmən hücuma geçib onda görür və onu neyinir? Aradan aparmağa çalışır. Bu nədənlə onun şöhrəti də yaşadığı məhəllənin dışına çıxmaz. Deyir, bu səbəbdən ki, bu qardaşım da xəstəlik ortaya çıxandan sonra onu aradan aparar. Bu qardaşım da çox tanınsa məhəllədə tanınar. Çünki məhəllədə qoymaz o mərsilik yayılsın, bölgədə. Deyir ki, bana gəlincən, üçüncü qardaş ki, özü də ən kiçiyi, deyir, bana gəlincən, mən damarları açar. Damarları açaram. Şuraplar hazırlar. Şuruplar olur şərbət. Türkiyədə işlənir şurup elə deyə. Biz şərbət deyirik ona. Şurup ərəb sözündən gəlir. Şərbət, şurb sözündən, içməli. Şərab da içməli dostlar. Onun üçün də İslamda şərablar həlaldır. Amma alkollü şərablar haramdır, məsələn, deyirlər, bilmirəm. Mən indi gərək bunu baxaq, çünki Quranda şərab gəldiyi sözündə alkol sözü yoxdur. Mollalar bunu özlərindən əlavə ediblər. Quranda şuruplar həlaldır, bir çoxu. Hər halda şuruplar hazırlaram. Pəs birinci budur ki, deyir ki, mən damarları açaram. Camiədə, getir camiənin içinə, insanların sillollarına, camiənin sillollarına getir, bunları deyir, mən əvvəl damarlara açaram. Yəni fikirləyin ki, fikir yolların, insanların, qrupların, filanların, qişrilər, təbəqələr, bunları təmas qururam, onları hazırlaram. Onları hər halda damar açmaq bu anlama gəlir. Şuruplar hazırlaram. İndi bu xəstəliklə mübarizə etmək üçün bir şeylər lazımdır. Dava dərman lazımdır, silah lazımdır. Onları hazırlaram. Masaj yaparım. Masaj, bu masaj elə bizdə şey deyirlər, sığallamaq deyirlər türkcə. Sığallamaq sənəti. Masaj indi yayılıbdır. Elə bu ingiliscə söz olduğu üçün hər yerə yayılıbdır masaj. Biz sığallamaq bunu türkcəmizdə işlənirdi. Sığallamaq yaparım, yəni sığallaram. Qədimdə bilirsiniz, çox xəstəlikləri sığallamaq yolu ilə, yəni masaj yolu ilə, məsələn, yağ vurardılar, onu sürtərdilər əlinə, ya nə bilim, küpə salardılar, nə bilim, hicamət elərdilər, bu cürsü müxtəlif dava dərman, o tələf dərmanına zad verərdilər. Deyir ki, bunu da yaparım, pəs 3 dənə. Bu nədənlə şöhrətim hər yerə yayılır. Deyir, mən üçün camiənin içində fəal oluram. Onun üçün mənim şöhrətim, adım hər yerə yayılır. Hamı məni tanıyır. Çünki bir iddənin damarını açaram, bir iddənin masaj yaparam, bir iddəyə də şuruplar verərəm. İndi diqqət buyurun. Əgər diqqət buyursanız, birinci adam nə idi? Evində otururdu. Xətər gəlmədən o xətəri aradan aparmağa cəhd edirdi. Bu stratejinin ən başı budur ki, düşmənlik eləmədən öncə düşmənlik yollarını tanıyacaqsan, qabağını bağlayacaqsan, düşmənlik eləyəməzsən. İkinci yol nə idi? İkinci buydu ki, düşmənliyi görənmir. Bizlər kimi. Bizlər mütəəssifanə Qacar dövründə farsların düşmənliğini və düşmənləri görənmədik. Bunun üçün də çox da himaqət elədik. Çox dərin himaqətlərə girdik və ikəlli hökumətimizi verdik farslara. İkincisi neynədir? Düşməni görə bilmir. Qabaqcan pişbinlik eləyə bilmir. Öngörü, pişbinlik farsça sözdür, onun türkçəsi öngörü. Yəni, ön qabaqdan da, qabaqdan görmürük ki, düşmən kimdir, nələr eləyəcək ki, onun qabağını alaq indidən. Bu görənmir, amma düşmən işə başlayandan sonra, düşmənliğin işə qurandan sonra, həyata girəndən sonra, əməliyyata girəndən sonra bu döhdürdə bu qardaş da işə girir və onu aradan aparır. Yəni, burada da, orada birincisində düşmən də qüvvədir, adam da qüvvədir. Və hər ikisi fikir və strateji sahəsində bir-birləri ilə təadulları var.
Düşmən düşmənlik eləyir, bu da onu tanıyır və onu xunsa eləyir. Amma onun qabağında bir ayrış görmür. Diqqət buyurun, bu teorinin müşkülü budur. Bu teorinin başdan əvvəldən axıracaq müşkülü budur ki, tamam, düşməni tanıdıq, onu xunsa elədik. Özümüz nə etməliyik? Çünki nə etməliyik bunu? Təadülə yetirir. Burada fəqət deyir ki, özümü gücləndirirəm, o təadülə yetirirəm ki, düşmən eləyə bilməsin, məni yıxsın. Düşmən ilə zorun bir əndazədə olsun, düşmən qorxusundan bu işə girişə bilməsin. Ya əgər girişsə, mən rahatca onu dalıya otura bilim. Buna təadül deyirik. Təvazun-i quva. İndi burada işlənir. İkincisi dedik nə idi? İkincisi o idi ki, adam evdə oturur, mərsilik çıxır, yəni savaş başlayır, düşmən girir meydana. Bu da düşməni təvazun-i quvası olaraq, yəni güclüdür. Elə oncan gücü var. Çıxır qabağına və düşməni aradan aparır. Üçüncü qardaş nə edir? Üçüncü qardaş bunların işlərin birdən görür. O da budur ki, deyir, mən girərəm camiənin içinə, qəşirlərin içinə, damarlar, mən burada o məfhumda tuturam, silahlar hazırlaram, şuruplar hazırlaram və masaj yaparam, yəni hazırlıqlar yaparam savaş üçün və savaşaram. Bunların tanınmamaqları ki, camiə bunlara nə qədər tanıyır, məmulən stratejistləri heç kəs tanımaz. Stratejistlər tamam dünyada normalda tanınmazlar. Çünki bunlar dövlətə ya orduya fikir verərlər, bir düşüncəni qoyarlar ortaya, yol qoyarlar ortaya və onlar onu icra edərlər, adlarına çıxar. Necə ki, dünyanın hər yerində belədir. Məsələn, heç vaxt deməyək, çox zamanlar şahlar özləri, ya imperatorlar, ya rəis cümhurlar özləri müstəqim savaşa girməzlər. Bəlkə ordu girər. Ordunun da baş stratejistləri, ordu komandanları girməzlər, aşağı rədələr girərlər savaşa. Amma savaş aşağıda, cibhədə savaşan adamların adına tamam olmaz. Bəlkə o adamların adına ki, onları komanda elədilər, ya komandaları, rəhbərləri, siyasi rəhbərlərin adına tamam olar. Elə nümunəsinə baxsaq, Amerikalılar Ərağı işgal eləyəndə, Əfqanistanı işgal eləyəndə, demirlər ki, məsələn, sahədə savaşan sərbazlar, ölən sərbazlar, orada olan fərmandehlər şeydir. Savaşın hamısı yazılır Bush'un adına. Diqqət buyurursunuz. Bu, o önəmli məsələlərdən biridir. Bunun üçün bəzi stratejistlər vardı, elə bizim öz camiəmizdə. Bunlar tanınmamalıdırlar, tanınmazlar. Çünki bunlar fikir ürətərlər, fikri camiəyə itələrlər və bu camiədə gedər. Dedim, məsələn, mən dünəndə bir yazı yazıram, umaram ki, tezlikcə bir kitabça şəklində də olsa çıxsın. Baxın, hər fikir, hər siz düşüncəni bir fikir, bir daş fərz eləyin, bir qum, çınqıl. Suyun qırağında oturmuşsunuz, tək ya sevdiyiniz bir insanla baxırsınız o suya, suda sakit, hərəkət yoxdur, dalğa yoxdur, heysot yoxdur, sakit. Siz ora bir cıqqılı çınqıl atırsınız, cıqqılı dırnaq yekəlikdə, bir noxud qədər bir şey atırsınız. Yəni o zaman ki, bu sizin əlinizdən çıxdı, o noxud qədər sizin əlinizdən çıxdı. O suya düşəcək və o suda bir dalğa yox, yüzlər dalğa açacaq və bu dalğalar noxud böyüklükdə qalmayacaq. Bu dalğalar yekələcək, bu gölün hamısını tutacaq. Fikir belədir, dostlar. Kafidir siz bir fikri ortaya atasınız. Ehtiyacı yoxdur tanınasınız. Ehtiyacı yoxdur adınız olsun altında imzalayasınız. Bəzi dostlarımızın çox israrları var ki, əgər bir mətləb mənim tərəfimdən götürürsünüz, yazırsınız, onun haqqıdır əlbəttə. Onun haqqıdır. Amma bəzi dostların bu israrı cəhəssizdir. İnsanlar onu mənim adımdan yayanmırlar, qorxarlar. Orada yazılsa İnsaf Əli Hidayət, orada yazılsa filan kəs, orada yazılsa Bəhman kəs. İnsanlar onu ondan yayanmazlar çünki müttəhəm olarlar. Amma adsız olanda insanlar onu hər kəsən o noxudu götürəcək, o fikri götürəcək, atacaq bir gölə. Hangi gölə? Yaşadığı gölə. Yaşadığı insanların ortasına, yaşadığı famillərinin, dostlarının, çevrəsinin, kilaslarının, mədrəsəsinin, danışçılarının ortasına atacaq və bu fikir istər-istəməz siz bunu
Məhdud eləyənməsi qutardı, əlizdən çıxdı. O yayılacaq. O düşüncə yayılacaq. Necə ki, Azəri teorisi Pəhləvi dövründə sadəcə bir nəfərin əli ilə yaranılır, bir teoridir, bir sözdür. Bir dənə təhqiqdir, ya elmi, ya qeyri-elmi. Bir dənə təhqiqdir, adam eləyibdir, 4 dənə də şahid ona çıxadıb, qoyub ora, tamam, getdi, bu 4 dənə məsələ, mən deyirəm, zəban Azəri var. Amma o söz düşübdür bir İran gölünə, dövlət də onu daqiqə başı götürüb təkrar eləyibdir. Danışgahlarda təkrar olubdur, radiolarda təkrar olub, seminarlarda təkrar olub, konferanslarda, sempozyumlarda, seminarlarda, hər yerdə təkrar olubdur. Ruznamələr, radiolar, televizyonlar, hizblər, cəmiyyətlər, şah, bax, o, bu, bunu hey təkrar elədikləri üçün hey bu camiədə və insanlar inanıblar. Çünki insanlar eşitdiyi şeyə inanarlar, gördüyü şeyə inanarlar. Və beyin yıxanar, beyin yuğular. Siz hər nəyi çox eşitsəz, beyniniz o cəhətdə yuğular. Niyə insanlar siqar çəkirlər? Niyə məvadlı müxəddir çəkirlər? Çünki o camiədə çox fırlanır. Mənim yadıma gəlir, mənim dədəm də siqar çəkərdi, nənəm də siqar çəkərdi, mən səhməmişim. Əlimi də qutusuna da vurmaram. Cəlibdir, inanasız, inanmıyorsunuz, mən dədə nənəmi evimə qoymaram siqar çəksələr. Yəni, mənim belə pis əxlaqım var. Mənim nənəm tərk elədi, dədəm tərk eləmədi. Amma dədəm bizə qonaq gələndə də eşikdə çəkər, gələr içəri, evdə siqar qoymar mı çəksin? Və eşikdə də çəkəndə bir şey yiyər gələr içəri. Yəni, gəlib bir dənə meyvədən bir dənə bir şey yiyər ki, onun ağzının yiyin, yuva aparan, sonra gələ içəri. İndi, dostlar, inqilabın əvvəlində mənim yadıma gəlir, beyin belə yıxanar. Baxın, bu misal vururam, fəqət beyninizin yıxanmağını görəsiniz. Gəldilər, bəzi şeyləri kopen elədilər. Kopen eləyəndə hamı deyir ki, mənim də haqqım var. Niyə mənim haqqım var? Ağa, gəldilər, siqarı kopen elədilər. Hamı getdi, aldı. Mənim yadıma gəlir famililərimizdən. Adamlar getdilər, deyirlər, ağa, sən siqar çəkmişsən. Adam başladı siqar çəkmək üçün. Mənim haqqımdır, alacağam, çəkəcəyəm. Satı əvvəldə də alacağam, amma indi çəkim. Fəqət görsünlər çəkirəm, alım, gətirim, satım. Amma sonra nə oldu? Siqar oldu. Sonra şirkət ki, siqarı satırdı, neylə? Siqarı bahalatdı, hey bahalatdı və biz hamımız siqar olduq. Bir dənə ayrı misal vurum, daha gülməli. Bir gün, mən onda məscidə gedirəm, gəlirəm, namaz qılan müsəlman bir adam, oğlanam, 13-14 yaşım var, yəni hələ bir yaşım yoxdur ki, deyəm, inqilabiyəm məsələn, yox, düşünmür yox, cavan bir uşaq, beynimiz yoğunluqdur, dinçi, ailədən gəlmişik, dədə dinçi, nənə dinçi, famil dinçi, dost dinçi, yoldaş dinçi, hamı dinçi, şəriət mədarçı, fulancı, bəhmancı, namaz qılan, oruç tutan, o dünyamız var, behiştimiz var. Bunlara inanıram. Yəni, çox inancılı bir insanam, çox inancılı. Amma qulaq tühlü deyiləm, dəlil, kitab oxumaqlarla qabağa gedirəm. Elə indiyəcəndə bu yoldur, ya. Bir yol. Məscidə gedirəm, bizim məhəllədə, bilmirəm, indi satırlar yox, qədim süpürgə satardılar. Şüvərən şeyindən, çolundan süpürgə düzəldərdilər, getirərdilər, satardılar şəhərdə. Ay, süpürgə alan. Bizim bu məhəllədə bir nəfər şeydə olardı o zaman. Allah, o şeyin adı. Lalə düzündən bir kişi vardı. Bu, koca bir kişi. Gətirir məhəlləyə. Məhəllədə mən bunu gördüm. Öz gözümlə gördüyüm üçün bunu deyirəm. Məhəllədə gəldi, bizim bir dənə qonşumuz var idi. Məhəllədə də məsciddə işlərdi. Yaşlı bir adam, ya savadsız, bədbəxt bir ailədən, çox kasıb, bizdən də kasıb bir bədbəxtin biri, savadsız filan. Gəlir buna deyir, bu da orada məsciddə bəsizdə olur, nə bilim, müsəlmandır da, bu cüzü. Buna deyir ki, olan, bu süpürgələri sat, mən çıxım, gedim də. Bu gəldi, məscidin biləndusunu açdı. Geçdi onun dalısına, dedi ki, ay, həmsayalar, qonşular, ya məhəlləlilər. Süpürgəni şümarə filan kopenə veririk. İnanın, millətin süpürgəyə ehtiyacı yox idi. Amma durdular səfəvə, o süpürgəni aldılar, etdilər. Çünki insan kafidir ki, bir şeyi özünə haqq bilə. O koponu özünə, o şümarə koponu özünə haqq bilirdi. O süpürgəni almağı özünə haqq bilirdi. Ondan belə ki, süpürgəyə də ehtiyacı yox idi. Evdə də süpürgə var idi. Onu da
indi o adam da ki onu satdı, o adamdan bir süpürge aldı apardı evinə. Müftə, yəni. Məsələn, fikir edin ki, süpürgənin biri 3 tümən idi, 5 tümən idi, ya 2 tümən idi, hər neçə tümən. Bir dənə o adam ki, onu Kopenə satacaqdı, bizim o məhəlləli. Yaxşı da bir gözəl qızı var idi, mən də onun qızını sevərdim insafən. Amma sonra olmadı da hər halda. Bir yol. O nə oldu? Süpürgələri verdi Kopenə, millət də aldı, getdi. Bu qədər biz rahat beynimiz yıxanadır. Sigarada misal burada məvadlı müxəddirə dəqiqən buna taydı. Dəqiqən buna taydı. İnsanlar əvvəl çəkərlər təfənnün üçün, sonra da motadırlar. Mən çay da içmərəm. Yəni, məsələn, çay da motad gətirir. Çörəyi yeməğı da tərcih etməyə çalışdım, amma olmadı, yəni. Hər halda, dostlar, görək ki, bu kitabımızın görək dahi bu konu üzərinə yorum yapan bir Ming dönəmi bilgisi belə deyir. Bu 3 dənə misal ki, üstə burada 3 qardaş. Bu 3 qardaş 3 dənə semboldur. 3 dənə stratejinin nümayəndəsidir. İndi bunu Ming dövrü, Çində silsilələr var. Mən bunu qabaqdan demişəm. Dünyada coğrafiya adında dövlət yox idi. Neçə 200 il bundan qabaqcan, 250 il bundan qabaqcan Alman adında bir dövlət yox idi. Fransa, İngilistan, bunlar adında dövlətlər yox idi. Dünyanın hər yerində bir ailə, indi xan idi, ərbab idi, hər nə idi. O adamların götürərdi, gedərdi, qonşunu yıxardı, onun da adamların alardı ixtiyarına, ha belə, axırda olardı şah, şahənşah, o imperator, o filan bəhman. Torpaqları ala gedərdi, adam öldürə gedərdi. Ondan sonra o torpaqlara o adamın adı verilərdi. Çində məsələn deyir Ming ailəsi. Minglər neçə yüz il orada hökumət eləyiblər. Ming adı Çin deyilməzdi. Çin adında məmləkət yox idi. Ming adı ilə idi. İndi biz bunları sonralar görürük ki, ad qoymaq, torpaq adı ya millət adını bir torpağın üstünə qoymaq rəsm olur. Hər halda deyir, o Ming dönəmində bir nəfərdən soruşurlar bunu ki, bu nə mənədir? Bilgidən. Bilgisi ya bilgin yəni alim. Bilgisi yəni o adamın ki, elmi var. İşte liderlər, komutanlar və ölkəyi yönətən tüm yöneticilər üçün bundan daha önemli bir kıstas bulmuyorum der. O bilgin adam deyər ki, der Türkçədə yəni deyər biz deyirik. Yəni belə bir cavab verər. O adamdan soruşarlar bu misallar nədir? Deyir ki, işte liderlər. Lider Latincə sözdür, rəhbər onun farsçasıdır, öncül, bunlar da türkçəsidir. Öncüllər ya öncülər, komutanlar fərmandeh farsça deyilir. Ordu başçıları, savaşçılar, subaşılar, türkçədə subaşı deyilir bunlara. Və ölkəyi yönətən, yəni müdiriyyət eləyən. Müdiriyyət sözü ki, ərəbcədir, onun türkçəsi yönətməkdir. Yönətmək və yönətən o adamdır ki, bir idarəni idarə edir. Ona da yönətən ya yönətmən deyilir. Tüm yöneticilər, tamam yöneticilər yəni müdiriyyətdə olanlar, müdürlər, rəislər üçün bundan daha önemli bir kıstas, kıssa bir şey, kıssa bir hikaye, kıstas bilmiyorum. Bundan bir kiçik hikayə bilmirəm. Bu yəni 3 dənə cümlədə deyir ki, bunlar liderlər, komandalar və müdürləri təşrih edir. Yaşlı ötecinin, indi bu o həman Ming dövrəsindəki bilgin insan bunları açıqlır ki, o yaşlı qardaş nədir, ortamcı qardaş nədir, kiçik qardaş nədir, onu tozih verir. Deyir ki, yaşlı otancının sözlərinə paralılık göstərən son tetsu fəlsəfəsi də aynı şəkildə əlindən gəldiyincə çatışmayı gerçəksiz kalmaya
yönəkdilir. Deyir ki, eyni o böyük qardaş ki, neynədi? Evdə otururdu, təhlükəni görürdü, xəstəliyi görürdü. O, başlamamışdan bu onu aradan aparırdı. İndi onu izah edir ki, yaşlı otacının, otacı, indi dedim, özü də gene bunlardan biləcəkdir. Yəni, o adam ki, dərman eləyən, müalicə eləyən, otacı bu anlama gəlir burada. Deyir ki, otacının sözlərinə paralellik, paralel qətarın, dəmir yolunun dəmirləri görürsünüz. Bir arası var, onların arası bir əndazədədir. Nə azalar, nə çoxalar. Azalsa da qətar getməz, çoxalsa da qətar getməz. Deyir ki, o bir-birinə nədir? Yol gedirlər. Heç vaxt bir-birini gəlib kəsməzlər, heç vaxt da bir-birindən uzaqlaşmazlar. Buna paralel deyirlər. Yaxşı, paralellik göstərən Sun Tzu deyir ki, onu paralel görsədir. Yəni, dedim, o dəmirin tayı kimi görsədir. İki tayı kimi ki, onlar Sun Tzu bunu belə görsədir. Aynı şəkildə əlindən gəldiyincə çatışmayı gerçəksiz kılmaya yönəllikdir. Deyir ki, eyni ona taya Sun Tzu da deyir ki, savaşı həqiqətə gəlməmişdən neynəmək? Onu gerçəksiz kalmaya, həqiqətə olmama, yəni savaşa çönməməkdən, savaş olmamaktan onu yersiz qoyur. Yönəltilir, yəni onu gətirir bu tərəfə. İstir nə deyə deyir ki, birinci qardaş savaş başlamadan görür, işlərin elə elir, elə bir işlər görür ki, o savaş gerçəkləri aradan gedir. O dəlillər ki, savaşa səbəb ola bilər, onları aradan aparır, qoymur o adam savaşa girsin. Böyük ustanın ünlü deyişi, düşman ordularını savaşmadan yenmək ən böyük ustalıqdır. Deyir, böyük ustanın dediyinə görə, bu da bir ayrı adamdır, ayrı adamın dilincə burada yazır. Deyir ki, böyük ustanın ünlü adamın dediyinə görə düşmən ordularını, düşmənin ərteşin, İranda ərteş deyirlər, ordularını, ləşkərlərini savunmadan, difa eləmədən hətta, yəni difaya girmirik. Difaya girmədən, savaşmadan yenmək, şikəst vermək. Ən böyük ustalıqdır. Ustalıqların ən böyük ustalığı budur ki, savaşa girmədən düşməni şikəst verəsən. Sözün xülasəsi budur. Bu düşüncəyi yansıtan ən böyük örnəkdir. O, böyük qardaşın misalı deyir, bu misalı vurmağın ən böyük örnəki nümunəsidir. Yenə aynı otacının söylədiyi gibi Sun Tzu'ya görə də savaşmanın çeşitli səviyyələri vardır. Deyir ki, Sun Tzu'nun dediyinə görə savaşmağın, düşmən ilə savaşmağın çeşitli türkcədir, farsca rəngarəng, ərəbcə müxtəlif sözünün qabağıdır. Çeşitli nəyi var? Səviyyələri vardır. Savaşın, düşmənlə savaşın çeşitli səviyyələri var. Nədir? Biri iqtisadidir. Mənim indi zehnimə gələnləri deyim. Biri iqtisadidir. Ki, indi məsələn, İran təhrim olur. Bu savaşın bir parçasıdır yəni. Biri rəvani ya psikolojikdir, ruhi savaşdır. Düşməni elə elirsən ki, içərdə sınır. Biri düşmənin içinə ixtilaf salmaqdır. Sən düşməni bilirsən ki, indi onları tikə-tikə bölürsən və bir-birinin canına salırsan. Bu ən böyük stratejidir. Ən böyük stratejidir. Hətta əgər dostlar bu bir dənə serial verir, onun adını qoyun görüm nə idi? Alp-Əlsalam, Böyük Səlcuq. Bunun əgər dünənki bölümünə baxsaz, Toğrul Şah hazırlanır ki, həmlə eləsin. Həmlə zamanı xəlifədən, Bəğdaddan bir kağız gəlir ki, hər yerdə sən dur savaşma. Düşmən
nə etmişdi? Xəlifiyə demişdi ki, biz həmlə eləsəz bizə İstanbulda, Konstantiniyədə müsəlmanların məscidini yıxacağıq və özlərini qətlam eləyəcəyik. Bu savaşın qabağını aldı. Dəqiqən bunu burada işarə edir ki, düşməni içəridən ixtilaf yaratmaq, hətta bu fikri də bir dənə müsəlman və Türk hakimiyyətinin düşməni verir o düşmənlərə. Onlara məşvərət verir, məsləhət edir ki, belə eləsəz müsəlmanlar sizə, türklər sizə həmlə eləməzlər. Və onlar da onu eləyirlər. Bu da düşməni içəridən, düşməni tanımaq, düşmənin içəridə müxtəlif mənafi əsasında düşməni bölmək və onları bir-birinin canına salmaq. Sən savaşmayacaqsan, onlar savaşacaqlar bir-birləri ilə, sən nəticəni götürəcəksən. Bu da bir səviyyəsidir. Bir səviyyəsi də ordu çəkməkdir. Hədə-hərbə çəkməkdir. Ordudan qabaq hədə-hərbə çəkməkdir. Normalda diplomasidə, müzakirə mizində birdən deyir ki, mən dəstur verirəm ordum hərəkət eləsin. Siz bu işi qəbul eləməsəz. İşğal eləyəcəyim filan yeri. Məsələn, Ozan, əgər iştibah eləməsəm, bu üçün hekayəni mən televizyondan eşitmişəm, bəlkə iştibah eləməm. Ozan müzakirələrində Türkiyə ilə Avropalılar müzakirə edirlər. Və neçə kamyon hərəsi sənət gətiriblər. O cümlədən Türkiyə. O günə yetişir ki, türklər Fransəlilərin, Rusların ya o birisilər, İngilislərin sözlərini qəbul eləmirlər. Haqlarını istəyirlər. Birdən deyir ki, İngilistan dövləti orada o adam ki vardı, orada mizi müzakirədə deyir ki, kamyonları gətirin, sənədləri vurun, biz gedirik. Biz müzakirədən çıxırıq. Müzakirə də eləmirik. Yəni bombast, yəni savaş. Və maşınlar gəlir, bunlar sənədləri vuranda üstə bu türk heyəti görür ki, olan ciddiləşdi. Yəni bunlar dururlar, doğrudan gedərlər. Dururlar, gedirlər, qabağına olan gəlin oturun müzakirə eləyək, yalvar, yaxarla imtiyaz verirlər İngilislərə. Bunu mən Türkiyə televizyonundan eşitdim. Pəs, bu da bir səviyyəsidir. Ondan sonra da ordu çəkməkdir. Ordu çəkirsən və ondan qabaq bir mərhələdə var, o da budur ki, düşmənlərin, ya müxaliflərin, ya rəqiblərin, onları çəkirsən öz cibhəbə. Onlar səndən elamı həmbəstəcə edirlər. Rəsmən səsləri çıxır ki, məsələn, biz Azərbaycanın yanında duracağıq. Məsələn, ərəblər, bəluçlar, türkəmənlər, qəşqailər, lorlar, ciyləklər, mazənilər, kürdlər, hər vaxt gəlsələr, bunlar Azərbaycandan, farsların qabağında himayət eləsələr, yəni ki, biz, farslar orada görəcəklər, wow, kürdlər deyəcəklər ola, wow. Məsələn, bu yazıya misal gətirim. Farslar o günləri yazmışdılar ki, türklər elədilər, belədilər, kürdlər bizinəndilər. Mən fori tarixə istinadən dedim ki, kürdlər həmişə farslarla savaşıblar. Xüsusən keçən İkinci Dünya Savaşından bu günə qədər həmişə İran və farslarla savaşıblar. Onların ölənlərin içində, kürdlər öldürənlərin içində mümkündür türk yolu. Amma o türk adamı deyil, o fars adamıdır. O İran adamıdır, o İranın müdafiəçisidir. Biz bunları ayırmalıyıq dostlar. Mümkündür mənim qardaşım gedə, məsələn, İran yolunda cipiyə, xal oğlum, əm oğlum, day oğlum filan, baxma. Ölələrdir. Bunlar bizim baxışımızdan şəhid deyirlər. Çünki bunlar Azərbaycan yolunda savaşmırlar ki. Bunlar İran yolunda savaşırlar. Hətta Azərbaycanlı da ona geçsəydi vuracaqdılar. Yəni Azərbaycanlı da istəyə məsələn gedə məsələn mərzidən keçə o üzə, o sərbaz vuracaqdı. Ona fərq etmir. O İran qoruyur. O Azərbaycan qorumur. Demir ki bu gələn Azərbaycanlıdır ya Kürdür. Hə, əgər bir dənə sərbazlar ola ki, deyərlər biz məsələn mən bunu gördüm, eşitdim. Mən adamla, famililərimdən biri, dostlarımdan biri Türkiyəyə gedirdi. Qaçaq gedirdi özdə. Mərzidə bunları farslarla həm tutdular, ayrı yerlərlə tutdular. Onların hamısını qeytərdilər. Bu adam dedi, mən Türkəm, Azərbaycanlıyam, İranın isarətində qalmıram. Bunu göndərdilər Türkiyəyə. Hə,
Əgər İranın mərzində olanlar da belə eləsələr, tamam. Amma bu cür eləməsələr, xeyr. Yenə aynı OTC-nin söylediği gibi Sun Tzu'ya göre de savaşmanın çeşitli səviyyələri vardı. Ən usta kumandan düşmən tuzaklarını boşa çıkartır. Ondan daha az deneyimlisi düşmanın destekçilerini yok edir. Wow, çok güzeldi. Daha sonra gələni düşmanın əskeri güclerine saldırır. En kötü komutan ise surlarla çevrili kəndləri koşatmaya kalkır. Deyir ki, burada gətirir 3 dana fərmandehi nümunə çəkir ki, bu 3 dana fərmandehi nə cür savaşırlar? Deyir ki, yenə də Sun Tzu, dedim 3-cü qardaşı göstərir. Sun Tzu'nun ikinci qardaş bəs nə idi? Düşmənlə savaşın səviyyələri əsasında hərəkət edir. Hər səviyyəsində bir səviyyə gedir. Düşmənin səviyyəsində. 3-cü qardaşın içindir. Deyir ki, yenə 3-cü qardaşın söylediği, dediği. Biz de elə bunu deyirək, söyləşi gibi Sun Tzu'ya görə də Sun Tzu belə düşür. Savaşmanın çeşitli səviyyələri var. Pəs savaşın çeşitli səviyyəsi var. 3-cü qardaş bunu düşünür. Ondan daha az üzr istəyirəm. Bəli, 3-cü səviyyəsi var. Pəs bu səviyyələri bilir. Bu bir. Ondan sonra ki, ondan daha az deneyimlisi düşmənin dəstəkçilərini yox edir. Bir kumandan, pəs, üst istəyirəm, mən sətri atlamışam, deyirəm axı. Ən usta komutan, yəni ən başarılı, ən müvəffəq, ən təcrübəli, ən elmili bir rəhbər, komutan rəhbər deməkdir, lider deməkdir, amma orduda. Komutan düşman tuzaklarını boşa çıxarır. Düşmənin tuzaq olur tələlər, kələklər, hilələr. Hilə ərəbcədir, onun türkçəsi tuzaqdır. Düşmənin tuzaqlarını heçə çıxadar. Yəni o düşmən tələ qurur ki, biz təliyə düşək, savaş nədəni olsun. O istəyir ki, məsələn, baxın, Saddam Hüseyn istərdi İranla savaşsın, amma savaşa girənmirdi, çünki nədəni yox idi. Xumeyni inqilabı sadirləmək üçün hey bomb, əsləhə, terrorist göndərirdi ərağa. Bu nə olurdu? Ona bəhanə verdi. Saddam Hüseynə bəhanə verdi ki, tamam, sən savaş istəyirsən, mən də savaşçana verim. Bu, tuzaq budur. Yəni, tuzağa kələk qurur, yol qurur ki, sən ona düşəsən. Məsələn, adamlar bir söz yazırlar, Pəhləvi məsələn, dünən bir söz yazıbdı. Bizim insanlarımız kesin onu tohin eləsin. Əvəzin ki, ona deyə, sən kimsən? Sən nə karəsən? Sən niyə dədəvi məhkum eləmirsən? Sən necə bizi qətlə am eləyiblər, sən bunu görmədim tutursan? Yəni, əvəzin ki, ondan sual soruş, onu cavab verməyə məcbur eləyə, gedir orada yazır ki, nənən belə, bacın belə, özün belə, adam dəyilsən, tulansan, bəhmansan. Biz tuzağa düşürük onda. Əxlaqi cəhətdən, hüquqi cəhətdən, insani baxımdan biz əşalanırıq. Tuzaq, yəni hilə, kələk, tələ. Tələ də türkçədir. Düşmənin tuzaqlarını boşa çıxarır. Pəs bir qardaş budur ki, düşmən indi kələk çəkir ki, biz düşək ora, savaş nədəni olsun, bizdən savaşa girsin. Biri bunu bilir. Ondan daha az deneyimlisi, ondan daha az deneyim təcrübəlisi. Bir, dedi, usta ocur olar ki, düşmənin tuzaqlarını bilər savaşmadan. İkincisi odur ki, az təcrübəli olan bir adam düşmənin dəstəkçilərini yox edər. Düşmənin müttəhidlərin, himayət eləyənlərin yox edər. Ki, bizim içimizdə olsun, eşikdə olsun. Bizim içimizdə casusu ola bilər. O düşmənin, məsələn, Seyyid Cavad Təbatəbai, düşmənin bizim içimizdə olan, bizim canımızdan, qanımızdan olan adamdır. Ya
bir çoxları siz məndən yaxşı tanırsınız. Azəriha, bunlar İrançılar, pan-İranistlər, pan-farsilər ki, türklər. Bunlar nədirlər? Düşmənin müttəhidləridirlər. Pəs nədir? Düşmənin dəstəkçiləri. Dəstək yəni himayət. Himayət ərəbcə sözdür. Onun dəstəkçisi türkcəsidir. Dəstəkçilərini yox edər. Pəs düşmənin biri budur. Biz görürük ki, bizim düşmənimiz filandır, ya filan millətdir, ya filan dövlətdir və onun bizim içimizdə, ya qonşularımızda, ya dünyada bir himayətçiləri var, dəstəkçiləri var. Silah verirlər, ittilaat verirlər, bunları neynirlər? Pul verirlər, nəfərat və adam və göndərirlər. Bunları neynirlər? Bunları aradan aparırsın. Bəs ikinci usta bu da. Birinci usta buydu ki, əslən qoymurdu düşmənin tuzaqları yola çıxsın. Yəni düşmənin tamam hilələrin, savaş hilələrin, ya siyasi, iqtisadi, hüquqi hilələrin hamısının qabağında dururdu. Amma ikincisi neynirdi? O səviyyədə deyil, biraz aşağıdır. İkincisi gəlir düşmənin müttəhidlərin bizdən olsun, ya düşmənin ayrı adamlardan olsun, ya düşmənin içində olsun, onları aradan aparır. İndi məsələn diqqət buyurun. Əgər biz eləyə bilək ki, yaşılçıları salaq farsların canına. Əgər eləyək sipah-paslarını salaq Xameneyinin canına. Əgər eləyə bilək Xameneyini salaq sipahın canına. Əgər eləyə bilək məsələn Kürdləri salaq bunların ikisinin canına, ya o birisi millətləri. Bu bir şeydir. Daha sonra gələn, yəni daha təcrübəsi az olan sizə mənə tay, bunlar neynirlər? Düşman əskəri görüncə, ya düşman əskəri güclərini saldırır. Bəs üçüncüsü neynər? Üçüncüsü budur ki, düşməni bilmir ki, bunun stratejisi nədir, filan nədir. Deyir ki, düşmənin əskərləri, sərbazları olardılar, mən onları öldürəcəyəm. Onlara saldırar, onlara həmlə elər. Yəni, fikir düşüncəsi yoxdur. Bu sərbazdır. Elə buna deyəcəksən, öldür, gedəcək, öldürəcək. Öləcək. Ən kötüsü, kötü pis. Ən pis kumandan kimdir? Ən kötü kumandan isə, yəni o da surlarla çevrəli kəndlərə kuşatmayı kalkar. Ən kötü kumandan da odur ki, düşmənin sərbazını da vurmaz. Şəhərin dövrəsində divar çəkərlər, qədim qələ deyərdilər. Gedər qələnin eşiyində onu mühasirə elər ki, oradan çıxanmasın. Onun da yemağı, içmağı var 6 aylıq, 1 illik. Qalar orada, soyuq düşər, qeydər gəlir evinə. Yəni bir iş görə bilmir ki, düşmən qələdən çıxsın eşiyə, səhnədə savaşsın, bu onun sərbazını öldürsün. Bəlkə elə gedib də o şəhəri mühasirə eləyib ki, bir gün bunlar orada acından öləcəklər, çıxacaqlar eşiyə. Bu da ən pis komitandır bunun nəzəricə, fərman deyil. Öyüdəki ən böyük qardaşın hastalıqları öncədən tədavisi nedeniyle kısme tarafından tanınmaması örneğidir. Örneğin de olduğu gibi tutusu da eski çağlarda yaşamış en değerli savaşçı ve kumandanların savaşları aslında daha savaş başlamadan önce kazanmış olmaları nedeniyle tarihçiler tarafından yeterince bellendirilişlerinin bu nedenle de tarihi tarafından gerektiği kadar değerlerinin anlaşılarak ödüllendirilmektelerinin altını çizer. Gördüğünüz cümle çok uzundur. 6-7 sətrdən ibarət bir cümlədir. Dedim, çok uzun olur və doğrudan da mən yavaş oxuduğum üçün zehnim bunları toplayıb yerə çıxa bilmir. Onun üçün də bəlkə elə farsisini oxuyam bunu. Əvvəlcə deyir ki, bu kitabı yazan en büyük kardeşin misalın, o 3 tane misaldan hastalıkları önceden görür, təşxis verir. Təşxis ərəbcə sözdür. Təşxis verir, onu dava edir
kimsə tərəfindən da tanınmır. Bu örnek dedik misal. Misal ərəbcə sözdür, örnek onun türkçəsidir. Olduğu kimi, bu misal olduğu kimi Sun Tzu da bu kitabı yazan da əski çağlarda, çağ zaman ərəbcə sözdür, türkçəsi onun çağdır. Çağlarda yaşamış ən dəyərli savaşçı kimdir bunun nəzərindən və komutanların savaşları nədir? Bunları deyir. Aslında bu adamın kitabı yazar nəsində daha savaş başlamadan öncə kazanmış olanlar yəni savaşı kazanmış olanlar nedeniyle tarihçilər tərəfindən yetərincə bilinmədiklərini ortaya sürər. Deyir ki, yəni bəzi kumandalar vardı, fərmandehlər vardı ki, savaş başlamadan o savaşı yıxar, piruz olar. Çünki savaş olmadığı üçün tarixçilər bunların adını bilməzlər. Bunu istəyir bu rahatlıqda. Tarixçilər tərəfindən yetərincə bilinmədiklərinin bu nədənlə də tarix tərəfindən gərəkdiyi qədər dəyərlərinin anlaşılaraq ödülləndi. Hər halda bu tarixçilərin tərəfindən tanınmadığı üçün tarix içində də bunlara ödülləndirmək, caizə vermək. Caizə ərəbcə sözdür, ödül türkçədir. Ödülləndirmək, yəni bunlara caizə vermək, bunlara padaş vermək. Padaş da farsçadır. Onun türkçəsi ödülləndirməkdir. Deyir, bu da altını cızır ki, bunlara belə bir padaş verməzlər. Çünki bunlar savaşa girmədilər ki, tanınalar. Bunlar qoymadılar savaş olsun. Bunlar çox zəkidirlər. Deyir, bunlar tanınmazlar. Hətta düz deyir də. Çünki məsələn savaş olmayıb ki, tanınalar. Bunlar savaşı öncədən görüblər. Sonra o düşməni dalıya oturdublar. Savaşmadan zəfəri qazanıblar. Çünki zəfəri beləsi qazanıblar. Bunlar heç kəs tanımaz. Əldəki güclərin minimum kullanımı ilə maksimum kaşarıya ulaşmayı amaçlayan Sun Tzu'nun savaşmadan kazanma stratejisi genel hatlarıyla Çin tarihinin popüler kültürlerini oluşturan tədavi sanatı ilə dövüş sanatının ilham kaynağı olan Taoizm düşüncenin damgasını taşımıştır. Burada o Taoizmə görə gətirdi bu savaşı, deyir ki, o da vurdu. Deyir ki, bu mütərcimimiz bunu yazıbdı. Əldəki güclərin, bizim indi əlimizdə bir gücümüz var. Diqqət buyurun. Yazarlarımız, şairlərimiz, naşirlərimiz, gazetəçilərimiz, radio, televizyonda işləyənlərimiz, iqtisadda Azərbaycançı olanlarımız, meydana çıxıb şüar verənlərimiz, həbsdə olanlarımız, traktorçular, bunlar bizim güclərimizdirlər. Və bir iddə də ayrıları vardır ki, mənim indi zehnimdə deyil. Karicərlər, müəllimlər, bunlar bizim bir iddəsi, əlbəttə, bunlar bizim gücümüzdür. Əldəki güclərin minimum kullanımı. Minimum latincə sözdür, az, ən az kullanımı. Bunları ən az bunlardan istifadə eləmək ilə maksimum başarıya ulaşmayı. Ən çox müvəffəqiyyət, başarı müvəffəqiyyətin türkçəsidir, müvəffəqiyyət ərəbcədir. Müvəffəqiyyəti ələ gətirməyi, yəni bir az enerji və niruyla, insanla, sirvətlə, hər nə ilə ən çox qazancı ələ gətirmək bu böyük bir stratejidir ki, kim qoyubdu bunu? Onun dedi ki, ona nədir? Savaşmadan qazanmaq. Dostlar, zahirən mənim vaxtım qutardı. Elə buradan qalsın. Bəlkə gələn seridə 20 saniyəm qalır. Gələn seridə bəlkə bunun farsçasını başladım oxuyam ki, biraz hızlı oxuyaq. Bu kitab çox mühüm olduğu üçün sonra o birisini oxuyarıq. Sağ olun, sağ olun, sağ qalın.